Bakıda təşkil olunan yeni il yarmarkalarından yayılan görüntülər ictimai narahatlıq yaradıb. Paylaşımlarda eyni yağda dəfələrlə qida hazırlandığı, xüsusilə kartof fri və xırta-xırt kartof məhsullarının bu yağlarda bişirildiyi deyilir. Qlobal İnfoza danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, bu məsələ yalnız yeni il yarmarkaları ilə məhdudlaşmır. Ümumilikdə ictimai iaşə obyektlərini işlədən şəxslərin məsuliyyəti və vicdanı ilə bağlıdır. Stat: Yarmarkalarda qida satışı ilə məşğul olan bir çox sahibkarın bu sahədə ya kifayət qədər biliyi yoxdur, ya da insanların sağlamlığını riskə ataraq gəlir əldə etməyə çalışırlar. Nəticədə eyni məhsulların nəzarətsiz və keyfiyyətsiz şəkildə satışı geniş vüsət alır. Yarmarkalarda müşahidə olunan əsas problemlərdən biri bişmiş kartofların yenidən isidilərək təqdim olunmasıdır. Bu isə kartofda solanium maddəsinin artmasına və qida zəhərlənməsi riskinin yüksəlməsinə səbəb olur. Bundan əlavə, dəfələrlə istifadə edilən və vaxtında dəyişdirilməyən yağlarda qida hazırlanması sağlamlıq üçün ciddi təhlükə yaradır. Belə yağlar gündə ən azı 2 dəfə dəyişdirilməli olduğu halda intensiv iş rejimi buna imkan vermir və nəticədə məhsulların rəngi qaralır, keyfiyyəti aşağı düşür. Ekspert deyib ki, yarmarkada satılan kumpirlər üçün istifadə olunan iri ölçülü kartoflar insan qidası üçün deyil, texniki məqsədlərə görə nəzərdə tutulub. Bu tip kartoflarda zərərli maddələr zəhərlənmə riskini artırır. Ağa Salamov onu da bildirib ki, işin çoxluğu heç vaxt müştərilərə sağlamlıq baxımından təhlükəli məhsul təqdim etmək üçün bəhanə ola bilməz. Statın sonu. Yazını tam şəkildə aşağıdakı linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.